dünyaya Azərbaycandakı proseslərdən, siyasi mühitdən, həbsdə olan ictimai fəallardan danışmaq üçün yoldayam. Ölümcül döyüldüm, bir gün cəngəllikdə yatdım, sonra yolu tapıb kənd hospitalına qayıda bildim. Bir ay hospitalda yatdım Cənub Sudanda. Cənub Sudan polisi tərəfindən qırılmış velosipedim, sındırılmış fotokameram, daha sonra mobil telefonum və pasportum tapıldı və onda əmin oldum ki, mən yürüyüşümü yenə də davam etdirə bilərəm. Velo səfərim davam edir. Bu dəfə sizi mənə görə ən gözəl qitə olan Afrikadan, Zimbabwe paytaxtı Hararedən salamlayıram. Turumun başa çatdığı müddətdə Azərbaycanda heç bir siyasi məhbus qalmayacaq artıq.